25 noyabr qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə günü çərçivəsində Qadın Dəstəyi Xəttinin İspan dilində hazırlanan təlimatı təqdim olunub. Təşəbbüs Azərsel Meksika Səfirliyi və Ümidli Gələcək İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Qadın dəstək xətti çətin vəziyyətdə olan qadınlara hüquqi, sosial, psixoloji dəstəyin təmin edən bir platformadır. Bugün həmin platforma üzrə təlimatın İspan dilində dərc olunması Azərbaycanda yaşayan və fəaliyyət göstərən İspan dilli qadınların bu platformadan yararlanmaq imkanlarını da əhatə edir. Bu təşəbbüs Azərsel Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi ilə birgə həyata keçirilir. Qadın zorakılığına qarşı mübarizə məqsədi ilə müxtəlif məlumatlandırıcı materiallar hazırlamışıq və onların qadınlar üçün faydalı olacağına inanırıq. Tədbirdə həmçinin offline qadınlar sosial video çarxının təqdimatı da baş tutub. 2022-ci ildən fəaliyyət göstərən Qadın Qaynar Xətti bugünədək 11.300-dən artıq qadına psixososial və hüquqi dəstək verib.